2009-cu ildən fəaliyyətə başlamışıq və 2009-cu ildən bu başladığımız fəaliyyət əsasən meyvəçiliklə başladıq. Meyvəçilikdə alınma və sərt çərdəklər bizim prioritet istiqamətimizdir. 2009-cu ildən başlayan yolçuluğumuz bugün artıq bir 330 hektardan çox ümumi bağ sahələrini əhatə edir və hal-hazırda 8700 tonluq bir soyuducu ambar kompleksi təhvil vermişik. İstehsal etdiyimiz məhsulların təxminən 40-45% Azərbaycanda, qalan hissəsi isə ixraca gedir. Əsasən ənənəvi bazar olan Rusiya və eyni zamanda biz alternativ bazarlardan körfəz ölkələrinə də artıq çıxmışıq. Biz həm də Made in Azərbaycan brendi ilə dünya bazarlarında tanındırıq. Dövlətimizin dəstəyi hər bir istiqamətdə hiss edirik. Aqrar sahədə də sahibkarlığa dəstək çox yüksək səviyyədədir. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kifayət qədər subsidiyalar ödənilir. Bu subsidiyalar bizim mayə dəyərinin aşağı salınmasında və eyni zamanda beynəlxalq səviyyədə tanınmış texnologiyanın Azərbaycanda tətbiq olunmasında bizə bir ciddi kömək edir. İsmixanlı MMC-nin soyuducu ambar kompleksi 2023-cü ilin oktyabr ayında təhvil verilmişdir. Soyuducu ambar kompleksi ümumi tutumu 8700 ton olmaqla 29 kameradan ibarətdir. Soyuducu ambar kompleksi Sloveniyanın Eko şirkəti tərəfindən inşa olunmuşdur. İnşa zamanı Almaniyanın, Hollandiyanın ən son texnologiyaları tətbiq olunmuşdur ki, bu texnologiyalarda bizə almanın, armudun və digər bu tipli məhsulların ən yüksək səviyyədə saxlanmasını təmin edir. Bölmədə saatda 14 ton çeşidləmə gücü olan avadanlıq fəaliyyət göstərir. Bu avadanlıq vasitəsilə alma, armud, nektarin və yastı şaftalı kimi məhsulları çeşidləyib paketləməyi bacarırıq. Bu paketlənmiş məhsullarımız Azərbaycanın daxili bazarı ilə yanaşı Rusiya Federasiyasına, Birləşmiş Ərəb Əmirliyinə, Səudiyyə Ərəbistanı və Qətər kimi digər ölkələrə ixrac olunur. Alma yığımı avqust-sentyabr aylarında baş versə də, gördüyümüz bu almalar keçən ilin almalarıdır və bizdə il boyu ərzində çeşidləmə və paketləmə işi davam edir. Tətbiq olunmuş ən yüksək texnologiyalar sayəsində biz bu almaları tam təravətli şəkildə saxlamağı bacarırıq. Bizim təsərrüfatımız 130 hektardır. Burada tumlu və çərdəkli meyvə bitkilər yetişdiririk. Onun 230 hektarı alma, 35 hektarı armud, 26 hektar şaftalı, 20 hektar nektarin və 18 hektar gilasdır. Suvarma sistemlərimiz damcı suvarma sistemidir. Bu da öz növbəsində suya qənaət deməkdir. Qış dövründə bütün aqrotexniki qulluqlar görülür. Hal-hazırda da müşahidələr aparırıq. Xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri görürük. Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 30-da Qusar rayonunda İsmixanlı Məhdud Məsuliyyətli Cəmiyyətinin bağçılıq və soyuducu ambar kompleksi ilə tanış olub.